Salam müəllimlər. Bugün sizə qrupa göndərdiyim bu sualın sizə həm görüntülü, həm də səsli formada izahını çəkmək qərarına gəldim. Qrupda da yazdığım kimi müəllimlərimizin çox az qismi bu suala düzgün cavab vermişdi və mən bu sualı sizə bu formada, izahlı formada cavabını göndərmək istədim ki, sizin üçün daha aydın olsun. Demək, sualımız belədir. Şagird Azərbaycan musiqisində ilk yazılan əsərləri sadalayır. İskəndər və Çoban baleti, Tülkü və Alabaş opera baleti, Leyli və Məcnun operası, Qız Qalası baleti. Ardıcıllıqda hansı düzəlişi etsək uyğun olar? Sualımız belədir. Təəssüf ki, müəllimlərimizin çoxusu ilk görən kimi Leyli və Məcnun operasını götürüblər. Bəli, Leyli və Məcnun operası ilk operadır. Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə yazılan ilk operada həm Azərbaycanda, həm də Şərqdə ilk operanın əsasını qoyan əsərdir. Lakin burada heç bir yanlışlıq yoxdur. Çünki Leyli və Məcnun operası ilkdir və burada yanlış cavab yoxdur. Biz yanlış cavab axtarırıq. Qız Qalası baletinə gələndə Qız Qalası baletində də bir yanlışlıq yoxdur. Çünki Qız Qalası baleti həqiqətən də həm Azərbaycanda bildiyimiz kimi, həm də Şərqdə ilk yazılan baletdir Əfrasiyab Bədəlbəyli tərəfindən. Burada da heç bir yanlışlıq yoxdur. Biz yanlış cavab axtarırıq. Tülkü və Alabaş opera baletinə gələndə Tülkü və Alabaş opera baleti ilk uşaqlar üçün yazılmış opera baletdir. İbrahim Məmmədov tərəfindən yazılan ilk opera baletdir. Burada da heç bir yanlışlıq yoxdur. İskəndər və Çoban baletinə gələndə, deməli müəllimlər, İskəndər və Çoban baleti əslində janrı balet deyil. Janr olaraq İskəndər və Çoban Sultan Hacıbəyov tərəfindən yazılmış operadır. İskəndər və Çoban operadır. Və ona görə də biz burada yanlış cavab olaraq A variantını götürürük. Əslində müəllimlər, burada yazılan bütün əsərlər ilk əsərlərdir. Yəni, İskəndər və Çoban operası ilk milli uşaq operasıdır. Tülkü və Alabaş opera baleti ilk uşaqlar üçün opera balet janrında yazılmış əsərdir. Leyli və Məcnun operası da ilkdir. Qız Qalası baleti də ilk yazılan baletdir. Demək, burada bizdə janrda səhvlik var. Burada şagird İskəndər və Çoban baleti demək yerinə, yəni bu ardıcıllıqda biz İskəndər Çoban baleti deyil də İskəndər və Çoban operası yazmalıydıq. Deməli, bu sualımızın cavabı, düzgün cavabı A variantıdır. Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugün MİQ və sertifikasiya istiqamətli metodikadan yeni çərçivə sənəd əsasında test izahı ilə tanış olacaq. Sualımızın şərtində qeyd olunur ki, verilmiş nümunələri təfəkkürün növü ilə uyğunlaşdırın. Abstrakt təfəkkür, sistemli təfəkkür, tənqidi təfəkkür, analitik təfəkkür. Sualın məzmununa tam şəkildə keçid etməmiş, təfəkkürün növləri barədə qısa məlumat vermək istəyirəm. Nədir abstrakt təfəkkür? Abstrakt təfəkkür mücərrəd anlayışlar barədə düşünmək bacarığıdır. Yəni, mücərrəd anlayışlara biz nələri sadalaya bilərik? Azadlıqdır, xoşbəxtlikdir, sevincdir, ədalətdir, ümiddir, sevgidir. Bu kimi anlayışlar mücərrəd, yəni abstrakt anlayışlardır. Və şagird gözlə görmədiyi, amma ağlı ilə dərk etdiyi mücərrəd anlayışlar barədə düşünə bilirsə, təsvir edə bilirsə, deməli, abstrakt təfəkkür formalaşır. Sistemli təfəkkür. Sistemli təfəkkür hadisə, fikir və problemi bütöv bir sistem kimi görmək, onun hissələr arasındakı əlaqələri, qarşılıqlı təsirləri anlamaq bacarığıdır. Yəni, sistemli təfəkkür insanın böyük mənzərəni görərək hər şey bir-birinə necə bağlıdır sualına cavab axtarma üsuludur. Hər hansı bir problemin gələcək mümkün fəsadlarını öncədən görə bilmək bacarığı sistemli təfəkkürdür. Tənqidi təfəkkür. Tənqidi təfəkkür insanın məlumat, fikir və hadisələri kör-köranə qəbul etmədən onları dəyərləndirərək, sübut və arqumentlərlə analiz edib qiymətləndirmə qabiliyyətidir. Tənqidi təfəkkür öz fikirlərini əsaslandırmaq bacarığıdır. Tənqidi təfəkkür inanmadan əvvəl düşünmək, sual vermək, əsaslandırmaq bacarığıdır. Analitik təfəkkür. Analitik təfəkkür bir hadisə, fikir və ya problemi hissələrə ayırıb,
Hər hissəni ayrılıqda təhlil edib, daha sonra həmin hissələr arasında məntiqi əlaqə quraraq nəticəyə gəlmək qabiliyyətidir. Yəni səbəb-nəticə əlaqəsi axtarmaqdır. Analitik təfəkkür bütünü parçalayaraq analiz etmək qabiliyyətidir. Gəlin bizə verilən nümunələr üzərində baxaq və uyğunlaşdıraq. A-da qeyd olunur ki, əgər ümid bir rəng olsaydı, hansı rəng olardı və niyə? Fikirlərini əsaslandır və bu anlayışı simvolik şəkildə təsvir et. Ümid mücərrəd anlayışdır. Mücərrəd anlayışlar üzərində düşünə bilirsə, fikirlərini əsaslandırırsa, simvolik şəkildə təsvir edə bilirsə, olacaq abstrakt təfəkkür. Mücərrəd anlayışlar üzərində düşünmək abstrakt təfəkkürlə bağlıdır. A uyğun gələcək abstrakt təfəkkürə. B-də qeyd edilir. Səncə texnologiyanın şagirdlərin öyrənmə və inkişafında rolu böyükdür. Fikirlərini əsaslandır. Sual müəllim tərəfindən şagirdə ünvanlanır. Şagird sual ətrafında öz fikirlərini əsaslandırırsa, olacaq tənqidi təfəkkür. Öz fikirlərini əsaslandırmaq bacarığı tənqidi təfəkkürə aiddir. B variantı uyğun olacaq tənqidi təfəkkürə. C variantında qeyd edilir. Avtomobildə yanacağın tam yanmaması qara tüstünün yaranmasına səbəb olur. Bu isə ekologiyanı çirkləndirir. Havada oksigenin azalması ilə nəticələnir. Havanın çirklənməsi, oksigenin azalması isə ağciyərlərin funksiyasına təsir edir. Bu problemin qarşısını almaq və təbiətin mühafizəsini təmin etmək üçün təklif hazırla. Qeyd elədik ki, yaranmış problemin fəsadlarını öncədən görə bilmək olacaq sistemli təfəkkür. Sistemli təfəkkür şagirddə yaradıcı təfəkkürü də formalaşdırır. Deməli, C variantı uyğun gələcək sistemli təfəkkürə. D variantında qeyd olunur. Ekoloji problemin səbəblərini araşdır və bu səbəblərin nəticələrini cədvəldə təsvir et. Şagird ilk növbədə səbəbləri araşdırmalıdır, yəni parçalayaraq, xırdalayaraq təhlil etməlidir. Və daha sonra isə ümumi nəticəyə gəlməlidir, yəni ümumi nəticə halına gətirməlidir. Səbəb-nəticə əlaqəsi, səbəbləri parçalayaraq, xırdalayaraq təhlil etmək olacaq analitik təfəkkür. Deməli, D variantı uyğun gələcək analitik təfəkkürə. Doğru cavabımız olacaq isə, deməli, 1 uyğunlaşır A-la, 2 uyğunlaşır C-lə, 3 uyğunlaşır B-lə, 4 uyğunlaşır D-lə. Doğru cavabımız olur D variantı. 1A, 2C, 3B, 4D.